Allah Teala'nın zülmü haram etməsi. Allah Teala nə buyurur? Hədisdə oxuduq. Allah Teala zülmü özünə haram etdi. Yəni Allah Teala zülm edən deyildir. Və buna aid Quranda bir çox ayətlər var. Quranda sənin Rəbbin heç kəsə zülm etməz. Allah Teala heç bir qullarına zülm edən deyildir. Bu kimi mənada Quranda onlarla ayətlər vardır ki, Allah Teala heç kəsə zülm etmir. Hətta ona düşmançılıq edən kafirlərə belə. Hətta ona düşmançılıq edən kafirlərə belə Allah Teala zülm etmir. Baxın, nə qədər bu günlərim Allaha qarşı isyan var, haqsız yerə zülmlər var. Amma buna baxmayaraq Allah Teala onların, o insanların yaxşı əməlləri də var. Nə qədər kafir olursa olsun, onun harca yaxşı əməlləri də var. Hardasa köməyim var, hardasa ehsanı var. Misal. Bunun axirətdə payı yoxdur da, biz bilirik axirət. Amma Allah Teala o kafirlərin dünyada etdiyi yaxşılıqları Allahın ədalətindəndir ki, dünyada onların qarşılığını verir. Axirətdə verməsə də, Allah Teala'nın ədalətindəndir ki, kafir belə olsa, yaxşılıq edirsə, Allah Teala dünyada onlara onun əvəzini verir. Yəni, bu Allah Teala'nın ədalətidir və Allah Teala heç bir kəsə zülm etmir.